Xoş gördük hər birinizi dəyərli izləyicilərimiz. Bugün Yeni Yasamalın düz mərkəzində Bravo Marketin qarşısında yeni tikili 18 mərtəbəli binanın 10-cu mərtəbəsindəyik. Burada qanuni 3 otaq super təmirli bir mənzili sizlərə təqdim edəcəyik. Təmir zamanı keyfiyyətli inşaat materiallarından istifadə olunub. Qazı, suyu, işığı daimi, yeraltı dayanacaq, geniş həyət, 2 sürətli lift var binamızda. Mənzil haqqında bütün məlumatları qeyd edəcəm. Qiyməti videonun sonunda sizlərə qeyd edəcəm. Burada mənzilimizin giriş qapısı yerləşir. Girişdə sağ hissədə yığılmış qardırop hissə mövcuddur. Döşəmə qranit mərmər və istifoldur. Baxın bu şəkildedir. Divarda emulsiya lepkalardan istifadə olunaraq təmir olunub. Çox gözəl bir dəhliz koridor hissə var və bütün otaqların girişi dəhliz koridor hissədəndir. Tam yel çəkər, skvaznoy bir mənzildir. Qarşısı açıqdır. Bura mənzilimizin qonaq otağı yerləşir. Çox gözəl üslubda təmir olunub. Keyfiyyətli İnşaat materiallarından istifadə olunaraq təmir olunub. Belə bir gözəl zalımız, qonaq otağımız var. Baxın bu şəkildədir. Sağ hissədə tam boy divar panellə twistin şəkildə yığılıb. Baxın. Mənzilin təmirinə yəni söz yoxdur. Proyekti tam ideal proyektdir. Yəni bundan gözəl 3 otaqlı yəni mənzil tapmaq biraz qeyri-mümkündür. Çünki proyekt hər şeyin sözünü deyir. Burada mənzilimizin mətbəx hissəsi yerləşir. Heç qonaq otağından istifadə etməyəcəksiniz. Kifayət qədər geniş ölçüyə malik mətbəx hissə var. Lazım olan bütün əşyalar rahatlıqla burada yerləşdirilib. Döşəmə burada da istifoldan ibarətdir. Baxın bu şəkildə belə bir gözəl mətbəx hissə mövcuddur. Burada mənzilimizin birinci yataq otağı yerləşir. Mənzildə 2 eyvan mövcuddur. Həm şəhər istiqamətinə, həm də həyət istiqamətinə baxış var. Baxın, belə bir yataq otağımız var. Müasir dəbə və zövqə uyğun şəkildə təmir olunmuş bir mənzildir. Yataq otağında həmçinin mebel panellərdən istifadə olunaraq tvistdən yığılıb. Burada mənzilimizin birinci sanitar qovşağı olan hamam hissəsi yerləşir. Lazım olan bütün aksesuarlarla təmin olunub. Baxın bu şəkildədir. Burada isə ikinci sanitar qovşağı olan tualet hissəsi yerləşir. Burada da lazım olan bütün aksesuarlarla təmin olunmuşdur. Burada isə mənzilimizin İkinci yataq otağı olan 3-cü otağı yerləşir. Buradan da eyvana çıxış hissə var və qarşısı şəhər istiqamətinə baxır. Mənzil orta mənzildir, uqlavoya düşmür. Baxın, belə bir yataq otağı mövcuddur. Mənzilimiz Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Əsəd Əhmədov küçəsi İnşaatçılar metrosuna cəmi 2 dayanacaq məsafəsində yeni tikili 19 mərtəbəli binanın 10-cu mərtəbəsində yerləşir. 134 kvadrat ümumi sahəyə malikdir. Qanuni 3 otaqdır. Super təmirlidir. Təmirdən sonra demək olar ki, yaşayış olmayıb. Qazı, suyu, işığı daimidir. 2 lift var, yeraltı dayanacaq və geniş həyət mövcuddur. Sənəd hal-hazırda MTK müqaviləsidir. Binada kupça var. Bu binada, bu blokda isə hal-hazırda MTK müqaviləsidir. Qiymət 268.000 manatdır. Real alıcıya endirim olunacaqdır.